Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə kliniki protokollar hazırlanır. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən protokolların qısa müddətdə yekunlaşdırılması və təsdiq edilməsi planlaşdırılıb. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva deyir ki, bu sahədə vahid standartların olmaması bəzən həm həkimlər, həm də pasiyentlər üçün risk yaratsa da artıq bu vəziyyət dəyişir. Hazırda isə Səhiyyə Nazirliyi tərəfindən xüsusi protokol hazırlanır ki, plastik estetik cərrahiyyə sahəsində hansı xüsusi göstərişlər olduğu halda əməliyyat icra edilə bilər və yaxud da ki, həmin əməliyyatların nə vaxt, hansı şəraitdə pasiyentlərə icra olunması qeyd olunmalıdır. Cərrahiyyə əməliyyatının hansı tibb mütəxəssisi tərəfindən icra olunması qeyd olunacaq. Pərvanə Vəliyeva deyir ki, bu addım müəyyən boşluqların aradan qaldırılması ilə nəticələnəcək. Məsələn, rinoplastika əməliyyatı həyata keçiriləcəksə, onun lor cərrahı və yaxud da ki, plastik estetik cərrah tərəfindən həyata keçirilməsinin normaları bu protokolla qeyd olunacaq. Ümumiyyətlə, bu kimi protokolların hazırlanması plastik cərrahiyyə sahəsində mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına xidmət edir və qanuni bazanın da eyni dərəcədə gücləndirilməsi çox əhəmiyyətlidir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzindən Xəzər xəbərə bildirildi ki, hazırda klinik protokolların hazırlanması üzərində işlər aparılır. Protokolların bir qisminin cari ilin sonunadək yekunlaşdırılması və təsdiq edilməsi nəzərdə tutulub. Aynurə Xudaverdiyeva, Xəzər xəbər.